Bir vətəndaş maraqlı sual verir ki, ər-arvad boşananda götürülmüş kredit necə olur? Kim ödəyir? Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumunun 12 mart 2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsi kimin adınadırsa, kreditor qarşısında öhdəlikləri o icra etməlidir. Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin və yaxud da arvadın faktiki nikah münasibətlərinə xitam verildikdən və nikah pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və yaxud da qismən ödədiyi müəyyən olunarsa, ödəyən tərəf ər və yaxud da arvad qarşı tərəfdən ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsini qarşı tərəfdən tələb edə bilər və bu zaman məhkəmə həmin şəxsin iddiasını təmin edə bilər. Ancaq o da qeyd olunmalıdır ki, ər-arvaddan birinin bağladığı müqavilə üzrə əldə olunmuş vəsait ailə ehtiyaclarına sərf olunmuşdursa, ər və arvad birlikdə kreditor qarşısında borclu qismində çıxış edirlər. Buradan da belə nəticəyə gəlmək olur ki, nikah dövründə ər və yaxud da arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla onların hər ikisi üçün vəzifələr yaradır. Daha sadə dildə desək, nikah dövründə ər-arvaddan biri tərəfindən götürülmüş borc ailə ehtiyacları üçün sərf olunmuşdursa, kredit müqaviləsi üzrə onların hər ikisi məsuliyyət daşıyır və hər ikisi borclu qismində çıxış edir və hər ikisi kredit müqaviləsi üzrə borcunu ödəməlidir. Diqqətiniz üçün təşəkkür edirəm.